Salam əzizləyicilər, bugünkü avtomobilimiz W212 Y220. Deməli, belə bir problem var ki, getdiyi yerdə tıxacda başlayır ABS işığı yanmağa və sükyan bərkiyir. İndi avtomobilin xəta kodlarını oxumuşuq. Belə bir xəta kodları var. Yəni, problem ABS-in özündədir. ABS-i də dəyişəndən sonra göstərəcək. ABS-i də sadəcə dəyişmək olmur, onun VIN kodunu da yazmaq lazımdır. İzləyicilər, deməli bu köhnə ABS-dir, bu isə yenisidir. İndi quraşdırmışıq, indi xəta kodlarına baxacağıq, ondan sonra da yeni ABS-i yazıb sizə göstərəcəm. İzləyicilər, yeni ABS blokunu qoymuşuq, belə bir xəta kodu gəlir 63F900 invalid VIN. Yəni avtomobilin köhnə yeni ABS blokundan bu avtomobilin VIN-i uyğun gəlmir. İndi onu yazmaq lazımdır. Yazandan sonra da nəticəni sizlə paylaşacağıq. Əziz izləyicilər, quraşdırmışıq yeni bloku və yazmışıq VIN kodu. Giririk xəta kodlarına. Heç bir xəta kodu yoxdur. Sizdə də belə bir problem olsa, yaxınlaşa bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər.